Herkese salamlar. Bugün sizlerle T hesabında debit ve kredi tərəflərindən danışacağıq. Gəlin vaxt itirmədən başlayaq. Deməli, T hesabının birinci strukturundan danışmaq lazımdır. T hesabı maliyyə məlumatlarının vizual göstərişidir və sol tərəfində debit, sağ tərəfində kredit olur. Struktura uyğun olaraq artımlar və azalmalar hesab növünə bağlı olaraq müəyyən edilir. Və bu strukturda dəyişimlər, yəni artımlar, azalmalar bizim aktivlər, passivlərimizə görə yeri dəyişə bilər. Yəni artım elə ola bilər ki, kredit tərəfdə olsun, elə ola bilər ki, debit tərəfdə olsun. Məsələn, aktiv hesablarda, yəni aktivin özündə debit kredit tərəfi olur və əsasən artımlar debit tərəfdə olur. Yəni bizə pul gələrsə, biz mal alarıqsa, biz hər hansı bir əməliyyat aparırıqsa, bizə hər hansı bir gəlir varsa, gəlir nə kimi gəlir? Yəni nəsə mal alışı, avadanlıq alışı, pul gəlişi, nağd şəkildə və yaxud da kredit şəkildə fərqi yoxdur. Biz mütləq şəkildə aktivin debit hissəsini T hesabda artırırıq və həmin o aktivin nə qədər maya dəyəridirsə, yəni dəyəridirsə, onu qeyd etməliyik debit tərəfdə. Yox, əgər bizdən pul çıxarsa, hər hansı biz satış edəriksə, mal satışı ola bilər, avadanlıq satışı ola bilər, o zamanı biz aktivin kredit hissəsində azaltmalıyıq. Yəni bizim hər hansı bir malımız azalırsa, onu kredit tərəfdə göstərəcəyik. Hər hansı bir mal alışı və pul gəlişi olarsa, debit tərəfində göstərəcəyik. Bu oldu bizim aktivlər hissəsində. Sonra gəlir öhdəlik, gəlir və kapital hissəsi. Bunları üçün ümumiləşdirmişəm, çünki belə daha yaxşı yadda qalır. Və hər üçündə də aktivlərdən fərqli olaraq bunlarda tərsinə olur. Yəni kredit tərəfdə artım olur, debit tərəfində azalma olur. Əgər hər hansı bir, məsəl üçün, bizim öhdəliyimiz artarsa, gəlirimiz artarsa, kapitalımızda artım olarsa, biz onu debit tərəfdə deyil, kredit tərəfdə yazacağıq. Amma azalma olarsa, məsəl üçün, borclarımızı ödəyəcəksə, gəlirimiz azalacaqsa və yaxud da kapitalımız azalacaqsa, onu biz debit tərəfdə yazacağıq. Deməli, bunu qeyd edək ki, yəni ümumiləşdirsək, deməli, bunların hər biri, hər üçü kredit tərəfdə artacaq, debit tərəfdə azalacaq. Daha sonra gəlir dividend və xərc. Bunların ikisini də ümumiləşdirmişəm. Çünki hər ikisində də eyni şəkildə aktivlərdə olduğu kimi artım olur. Yəni T hesabda biz dividend, aktiv və xərcləri görərkən, əgər bizə hər hansı bir artırsa, biz onda debit tərəfdə yazacağıq, azalacaqsa kredit tərəfdə yazacağıq. Yəni xərcimiz artanda debit tərəfdə qeyd edəcəyik, xərclərimiz azalacaqsa onu kredit tərəfdə yazacağıq. O həmçinin də dividendə də aiddir. Dividend borcumuz kimi götürürük. Əgər olacaqsa onu biz debit tərəfdə yazırıq. Əgər debitə artıq ödəniş ediriksə, o zaman onu kredit tərəfdə qeyd etməliyik. Yəni eynilik aktivlərdəki kimi olur. İndi gəlin bunun real nümunələr əsasında baxaq. Görək bunu necə başa düşdük. Bunu biz bir şeydə olan bizim hal-hazırda istifadə etdiyimiz cash flow guides'ın dövrə cədvəlinə baxacağıq və çalışacağıq ki, bunları kodlarla oxuyaq. Əlbəttə ki, burada hələ ki, təzə açdığımıza görə bizim şirkətimiz satış olmadığı üçün burada gəlirimiz də yoxdur, xərcimiz də yoxdur, dividendimiz də yoxdur. Ancaq aktivimiz və kapitalımız var. Gəlin baxaq və onları qısa analiz edək. Birinci sırada verilən hesab nömrələridir. Yəni bayaq da danışdıqlarımızı, yəni aktivlərimizi, kapitalımızı biz bu şəkildə, öhdəliyimizi bu şəkildə yazacağıq kodlarla və biz sonra gördüyümüz kimi burada debit, kredit olacaq. Yəni burada dövrün əvvəlində olduğuna görə gördüyümüz kimi boşdur. Çünki biz dövr əvvəlində
heç bir alış və yaxud da avadanlıq alışı və yaxud da kapital qoyuluşu etməmişik deyə bura boş kimi göstərilir. Əsasən biz bunu saldo dövriyyə cədvəlində dövr üzrə dövriyyəni baxacağıq. Dövr üzrə dövriyyədə görürük ki, burada debit, kredit tərəfi var. Hər ikisində də artım, azalma olub. Amma biz bunu bu şəkildə oxuyacağıq. Birinci qaydada gördüyümüz kimi birinci kodumuz var, ikinci kodumuz var. Bildiyimiz kimi bir, ikinci kodlarımız aktivlərə aiddir ki, bu kodlarda da qeyd etdik ki, bizim artımımız, yəni hər hansı bir mal alışı olarsa debitdə olur, mal satışı olarsa kreditdə olur. Və biz bu dövrü üzrə dövriyyəmizə diqqət etsək, görürük ki, hələ ki bu bizim aktivlərimiz sadəcə debit hissədədir. Bu da onu göstərir ki, hələ ki bizim aktiv şəkildə aktivlərimiz var. Yəni mal alışı olub, avadanlıq alışı olub. Və burada da baxsaq, görürük ki, həm kassamıza pul gəlib, yəni 5000 kassamıza pul yatırmışıq və 223 sayılı da, yəni bank hesabımıza da 35000 pul yatırmışıq. Bu da o deməkdir ki, bizim bu şəkildə aktivlərimiz hal-hazırda bank hesabımızda və şirkətimizdə var. Daha sonra biz 300-ə baxırıq ki, 300-cü də bildiyimiz kimi, yəni 3-cü nömrəyə başlayan kapitaldır və görürük ki, kapitalımızda necə artım olub və burada 302 də var ki, gördüyümüz kimi burada birinci bu şəkildə oxuya bilmərik ki, 50.000 gəlib, 100.000 çıxıb. Bu ümumiyyətlə yanlışdır. Qeyd etdik ki, kapitalda necə oxunur? Kapitalda mütləq şəkildə gəlir varsa biz kreditə baxacağıq. Əgər onun çıxarışı varsa, yəni azalması varsa, onun debitinə baxacağıq. Və buradan da görürük ki, bizim 50.000-imiz yatırım olunub, kreditə gəlinib və 50.000 də artıq ödənilib, əvəzləşdirilib. Yəni həmin o 50.000-i biz burada yuxarıda qeyd etsək, 35.000-ini bank hesabımıza qoymuşuq, 5.000-ini kassa hesabımıza qoymuşuq və biz 10.000-nə də avadanlıq almışıq. Və bununla da artıq biz bərabərləşdirmişik. Amma biz nizamnamə kapitalına baxsaq, görürük ki, hələ də bizim kreditimiz də var. Yəni bu debit hissəsində görünmür. Deməli, hələ də bizim kapitalımızı desək ki, nə qədər kapitalımız var? Hal-hazırda bizim 50.000-imiz var. Amma o bölüşdürülməmiş hissəsi 302 sadəcə olaraq elə bir onun təsdiqlənmiş formasıdır ki, artıq ödənilməmiş hissəsidir. Biz onları ayırırıq. Necə şəkildə biz özümüz şirkətimizə qoymaq lazımdırsa, o formada da yatırım edirik. Daha sonra burada bir dənə də öhdəliyimiz var. Görürük ki, bizim artıq mal alışı olubsa, mütləq şəkildə o bizim öhdəliyimiz olmalıdır. Fərqi yoxdur, nisiyə oldu, nağd oldu. Bir şeydə ümumiyyətlə qeyd etdiyimiz kimi hər zaman öhdəlik yaradır, ondan sonra onun ödənişini edir. Və burada da görürük ki, bizim 531-ci artıq hesabımız açılıb. Bu da mal alışıdır ki, yəni biz hər hansı bir şəxsdən mal almışıq, yəni tədarükçü kimi götürülür və gördüyümüz kimi burada 5000-lik malımız var. Yəni burada artıq bizim deməli hal-hazırda anbarımızda 5000-lik malımız var. Nə vaxt biz bunu satsaq, o zaman həmin o satışı gətirib 531-də debit hissəsində yazacağıq və biz deyə bilərik ki, artıq bizim malımız yoxdur. Nə qədər indi satacaqsa, o qədər miqdar debit hissəsinə yazmaq lazımdır. Deməli, öhdəliyimiz nə vaxt artır? Kreditdə artacaq. Nə vaxt biz satacaqsa, o zaman debitdə yazacağıq. Yəni, bu şəkildə biz dövriyyə cədvəlimizi oxuya bilərik.